Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün oktyabr ayının 2-sidir. Həftənin cuma axşamı günü 2025-ci il. Saatlarımız 12:10-u göstərir. Canlı yayıma TV 365 canlı yayımda öz işini davam etdirir. Biz bugünkü söhbətimizdə müxtəlif istiqamətlərdə söhbətimizi quracağıq. Təbii ki, çox yeni xəbərlər var. O xəbərləri əvvəla çatdıracağıq. Sonra yenə də söhbətimizin əsasını dövlətimiz üçün, ölkəmiz üçün təhlükəsizlik baxımından çox vacib olan bir məsələdən, Adnan Əhmədzadə işindən danışacağıq. Yeni faktlar var, yeni rəqəmlər var. Bax, bununla bağlı söhbətimizi quracağıq. Diqqətiniz bizdə olsun və onu da deyim ki, studiyamızın qonağı da var. İlham İsmail, təhlükəsizlik üzrə ekspert. İlham müəllim, xoş gördük sizi. Xoş gördük Bəturə xanım. Sizi də tamaşaçıları da salamlayır. Çox sağ olun, var olun. İlham müəllim, bir neçə xəbərimiz var. Bu xəbərləri çatdıraq və davam edək. Azərbaycan prezidenti İlham Əliyev, Danimarkanın baş nazirinin və Avropa İttifaqı Şurasının prezidentinin dəvəti ilə Avropa Siyasi Birliyinin 7-ci zirvə toplantısında iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir. Səfər çərçivəsində demək prezident İlham Əliyev artıq bugün bir neçə görüşlər də keçirib. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüş olub. Bundan başqa prezident Antonio Costa və Ursula von der Leyenlə də görüş keçirib. Görüş barədə artıq prezidentin məlumat xidməti demək məlumat yayıb. Digər görüşlər də gün ərzində olacaq. Artıq tədbirin açılış mərasimi olub. Prezident İlham Əliyev açılışda iştirak edib və xəbərlər gəldikcə biz yeni xəbərləri sizə çatdırmağa çalışacağıq. Digər bir vacib xəbər də var. Xəbərlərdən də biri odur ki, Ermənistan baş naziri bəyan eləyib. Hər halda onun dilindən Telegram kanallarında belə bir xəbər yayılıb ki, KTMT-dən Ermənistan KTMT-dən çıxdı. Bu xəbər nə dərəcədə doğrudur? Əslində rəsmi olaraq bu bir xəbər olmasa da, amma olduqca maraqlıdır. Onsuz da xeyli vaxt idi ki, Ermənistan istiqamətindən belə bir xəbərlər gəlirdi ki, biz KTMT-dən çıxacağıq. Nə dərəcədə bunun gün ərzində əgər təsdiqlənərsə, bu xəbəri də sizin diqqətinizə çatdırmağa çalışacağıq. Digər bir xəbər də var. Suriyanın keçmiş başı bəlalı prezidenti Bəşər Əsədlə bağlı. Bəşər Əsədin Moskvada zəhərləndiyi deyilir. Mənbələr onun vəziyyətinin artıq stabilləşdiyini də bildirir. Bu barədə Suriya İnsan Haqlarının Müşahidə Qrupu məlumat yayıb. Təşkilatın məlumatına görə Əsəd sentyabrın 29-u Moskvada şəhərin kənarında yerləşən xəstəxanaların birində müalicəsini başa vuraraq artıq evə buraxılıb, amma xəbəri indi yayılır. Keçmiş prezident xəstəxana olduğu müddətdə yalnız qardaşı Mahir Əsəd və keçmiş prezident aparatının baş katibi Mansur Azzam onu ziyarət edə biliblər xəstəxanada olduğu müddətdə. Belə. Hələ ki, Bəşər Əsədlə bağlı olan məlumatlar da belədir. Vay o gündən ki, millətinlə, dövlətinlə bax belə üzüqara olasan və səndən ancaq keçici sabiqlər maraqlansınlar. Belə hələlik söhbətlərimiz, hələlik xəbərlərimiz, vacib olan xəbərlərimiz bu qədərdir. Keçirik söhbətimizə. İlham müəllim, bəyan etdiyimiz kimi dövlətin təhlükəsizliyi təkcə onun sərhədləri deyil, sözsüz ki, dövlətin təhlükəsizliyi həm də onun o ictimai maraqlarının qorunmasıdır, həm də onun informasiya təhlükəsizliyinin qorunmasıdır və ayrı-ayrı məmurların dövlətə sədaqətidir. Bu da dövlətin təhlükəsizliyi baxımından olduqca mühüm amildir. Amma bəzən son günlər, bax o Adnan Əhmədzadə işindən bağlı mən onu soruşmaq istəyirəm. Gör nə qədər faktlar ortaya çıxır. Bunun əlinin uzantıları Maltaya qədər gedib çıxır. Bunun əlinin uzantıları Böyük Britaniyaya gedib çıxır. Rusiyaya gedib çıxır. Yəni bu nə dərəcədə bu qədər belə özünü sərbəst hiss eləyib ki, hər halda dövlətdə çox önəmli bir yerlərdən birini tutub. Bu təkcə dövlətdən pul uğurlamaq deyil, mənimsəmə deyil. Həm də bu, həm də təhlükəsizlikdir. Dövlətin təhlükəsizlik məsələsi önə çıxır belə olan məqamda. Bax, Adnan Əhmədzadə məsələsində, bax, sizin fikirləriniz necədir? Bax, dövlətin təhlükəsizliyi nə kimi təhlükə törədir, bax, belələri ölkə üçün? Təşəkkür edirəm Bəturə xanım. Biləsiniz ki, qarşı tərəflər ki var, Azərbaycanda hansısa maraqları var, iqtisadi, siyasi, hərbi maraqları olan dövlətlər var ki, bəri başdan elə bilib illər öncədən belə də açar nöqtələrdə bəzi şəxslərin, bəzi proseslərin təsir etmək üçün bəzi şəxsləri ələ alırlar. Hələ yəni belə deyək də ki, Adnan Əhmədzadə dünən ələ alınmayıbdır. Düzdür, bax bu saatları istintaq gedir. Biz istintaqa təbii ki, müdaxilə eləmirik hər hansı bir sözümüzlə. Sadəcə olaraq alınan informasiyalarda münasibətimizi bildirir və ən çox ittiham nədə olunur? Yəni ki, siz o uzantıları deyirsiniz. Uzantılar təbii ki, bir insan biraz milyarda çatanda belə deyək ki,
öz pulu, parası, əl-qolu daha da genişləndirir və onu da qəbul edirlər. Elə şəxsləri qəbul edirlər. Amma söhbət yenə deyirəm, o şəxslərin gedir ki, bizə düşmən olan, rəqib olan, bizi hər hansı bir şəkildə təzyiq etmək üçün o təzyiq vasitələrini bəri başdan fikirləşirlər ki, nə edək ki, zamanında düyməni basaq, o təzyiq vasitələrindən istifadə edək. Adnan Əhmədzadənin birinci növbədə ittiham olunurdu nədə? Neftin çirklənməsi məsələsində yadınızda belədir. İlk olaraq. Siz tamaşaçılarımız da bilsinlər ki, bu elə-belə məsələ deyil. Deyərlər ki, neft çirklənibdir, görəsən burada nə var. Mən elə sizin studiyanıza gəlməmişdən qabaq bir mən informasiyanı oxudum. Bu prosesdə bizim hər gün təkcə SOCAR-ın itirdiyi 30 milyon dollardır. Hər gün. Təsəvvür edirsiniz? Bəli, təkcə SOCAR-ın, yəni dövlətin itirdiyi, görün nə dərəcədə ciddi təzyiq. Bax, bu günlər Rusiya-Ukrayna müharibəsi gedəndə Rusiyaya sanksiyalar deyəndə əsas nəyi nəzərdə tuturlar? İqtisadi sanksiyalar da. Çünki iqtisadi sanksiya bir dövləti çöküzdürmək deməkdir. İqtisadi təhlükəsizlik bəzən hər hansı bir teraktın törədilməsindən də çox vacib olan sayıdır. Çünki terror hadisəsi törədəndə bir obyekt ola bilər, bir hədəf ola bilər və yaxud da ki, bir neçə şəxs belə də ki, pis həyatını itirə bilər. Amma iqtisadi təhlükəsizlik bütövlükdə dövləti iflis vəziyyətinə gətirib çıxara bilər. Ona görə də qarşı tərəflər, yəni ki, düşmən dövlətlər, düşmən tərəflər, mən hətta deyərdim ki, və yaxud da üzdə özünü yaxşı göstərib, amma arxa planda belə planlar cızanlar bu istiqamətdə kimlərin açar rol oynadığını öyrənməyə çalışırlar, öyrənirlər və o istiqamətdə iş görürlər, o adamları ələ alırlar. Və biləsiniz ki, Adnan Əhmədzadə təkcə deyil, yəqin ki, lər də var, Ahmədzadələr də var və onu prosesdə, yəqin ki, istintaq prosesində o rıçaqlar, onlar hamısı tədricən birdən-birə üzə çıxmır. Çünki bəzi xüsusi xidmət orqanının fəaliyyətində elə işlər var ki, iki nəfər bilmir ki, eyni şeyə xidmət edirlər, amma bilmirlər ki, məhz o da xidmət edir, mən də xidmət edirəm. Yəni ki, belə bir proseslər var, amma istintaq çox şeyləri üzə çıxarda bilər. Yəni, o prosesin də texnoloji prosesdir. Bəzən adamlar fikirləşirlər ki, görün, nefti çirkləndirmək üçün nəsə gidib o əli ilə oraya nəsə tökürmü görəsən? Bu belə deyil. Çox primitiv variantdır. Variantda belə deyil. Yəni, burada çox uzun bir texnoloji proses var. Yəni, onu da, o detalları indi mütəxəssislərə daha yaxşı bəllidir ki, o necə həyata keçirilir, tonlarla məsələ necə olur, harada qarışdırılır bu işlər, harada mümkün müdaxilə ola bilər və nə ilə müdaxilə oluna bilər. Mən elə bir onu deyim ki, Rumuniyada ilk belə də reaksiya Rumuniyadan gəldi ki, bəzi avadanlıqların hətta Rumuniyada sıradan çıxmasına səbəb olub. Yəni ki, təkcə bizə zərbə dəyməyib də, başqasına da dəyibdir və bu nəyə gətirir sonda çıxardır? Azərbaycanın nüfuzunu aşağı salır, Azərbaycanın gəlirlərini azaldır. Bax, bu yadınızdadırmı bəzi proseslərdə, konkret olaraq belə deyək ki, təyyarənin vurulmasından sonra Azərbaycanın reaksiyalarını, əks reaksiyalarına qarşı tərəf, yəni Rusiya əks reaksiyalar verdi. Sonuncu əks reaksiyalar hələ bu Əhmədzadədən öncə Ukraynada SOCAR-ın obyektlərinin vurulması, kompresor bazasının vurulması Odessa yaxınlığında. Bütün bunlar hamısı bilirsiniz nəyə hesablanıbdır? Azərbaycanın əsas gəlir mənbəyindən belə də ki, zərbə vurmaq, orada böyük bir fəlakət törətmək ki, Azərbaycan hansısa bir şəkildə ən böyük gəlirindən məhrum olsun. Yəni ki, bu məqsədləri bundan ibarət ki, və bir növdə xəbərdarlıq ki, bax görürsünüz, biz bunları eləyə bilirik, budur. O cümlədən də Adnan Əhmədzadənin ittiham olunan, yəni ki, o neftin çirklənməsi ilə bağlı, Rusiya ilə bağlı, siz deyirsiniz ki, qol qanadı haralara qədər gedir, çıxır. Bilmək olmaz hələ oradan da nələr çıxacaqdır, təbii ki, onu istintaq müəyyənləşdirəcəkdir. Mən yenə deyirəm, bir dövlətin iqtisadi təhlükəsizliyi hər şeydən öndədir. Çünki iqtisadiyyatın güclüdürsə, sənin hərbin də güclüdür. İqtisadiyyatın güclüdürsə, sənin insanların ilk növbədə güclüdür. Dövlət olaraq güclüdür, dövlətə bağlılıq güclüdür. Bütün bunlar hamısı çox vacib şərtlərdən biridir. Yəni ki, daxildə narazılığın olmaması deməkdir iqtisadi təhlükəsizlik olanda. Çünki iqtisadi təhlükəsizlik, iqtisadi çətinliklər, burulğanlar yanında bunun mənbələrini sıravi adam araşdırmır ki, görün bunu Adnan Əhmədzadə yaradıb, Rusiya yaradıb. Elə deyəcək ki, bu dövlət belə eləyir də. Yəni ki, kütləvi narazılıq yaranır ki, filan məmur bunu elədi, o birisi bunu elədi. Yəni bu cür münasibətlər yarana bilər. Yəni iqtisadi təhlükəsizlik çox vacib məsələlərdən biridir. Yəni çox üzr istəyirəm, mən keçmiş xüsusi xidmət orqanının əməkdaşı kimi deyim ki,
iqtisadi təxribat bütün təxribatların önündə gələn məsələdir. Dünyada bu qəbul olunmuş. Hətta iş o dərəcədədir ki, bəzən böyük strukturlar, yəni söhbət iqtisadi strukturlardan keçir, xüsusi xidmətlər özləri üçün xüsusi təşkilatlar yaradırlar öz daxillərindəki qarşı tərəf, rəqib tərəfə zərbə endirmək üçün. Hələ burada konkret dövlət olmasa da, tutaq ki, rəqib olan iki belə deyək də ki, hansısa bir istehsal sahəsi var. Bunu Çin də eləyir, Amerika da eləyir. Onlar bir-birinə qarşı bax belə yəni bu addımları atırlar. Ona görə də mən hesab edirəm ki, bizim iqtisadi təhlükəsizliyimizin qorunması çox vacibdir və bu bir daha həm də bilirsiniz nəyə işarə elədi? Kim ki açar rolda olan şəxslər var, yəni ki bəzi məsələ və onların əli ilə mümkün təxribat mümkündür ki, belə təxribatlar olsun. Deməli bu adamlar həddindən artıq ciddi şəkildə yoxlanılmalı və daimi nəzarətdə olmalıdır. Bəli. Yəni ki, onların əlaqələri də, münasibətləri də ki, hara apar. Bəli, o adam deyirik ki, belə ki, təmiz qəlbdən, vicdandan işləyir, dövlətə xidmət edir, bəli. Amma hər zaman müəyyən dərəcədə bəzi adamlar nəzarət altında olmalıdırlar. Bilirsiniz necə nəzarət deyirlər? Biz onun hərəkətlərini izləmirik. Əlaqələr, münasibətlər, bəli, hara gətirib çıxara bilər və s. və s. Çünki burada heç bir qəbahəti yoxdur. Yəni ki, heç bəzən qarşı tərəf özü də bilmədən ələ düşə bilər. Ələ keçirilə bilər. Ona elə bir tor qurula bilər ki, məcbur ola bilər. Yəni nəzərə alaq ki, müxtəlif maraqların Azərbaycanla bağlı fikirləri heç də aydın deyil, heç də bir mənalı deyil. Hər halda indi müəyyən informasiyalar gedir, yəni ki, bağlılıqla barəsində, yəni ki, müxtəlif qollar açılır, mətbuata sızdırılır, amma ən dəqiqini təbii ki, məhkəmə prosesi, yəni istintaq yekunlaşanda biz daha dəqiq biləcəyik ki, detallar nə ilə bağlıdır və səbəblər nədir? Necə olubdur? Yəni ki, necə deyirlər, bu təliyə düşüb, bəlkə də təliyə düşməyibdir, təşəbbüskardır. Yəni mümkün ola bilər. Çünki o təşəbbüskar olanda daha rahat işləyir qarşı tərəfdən. Özü bilir ki, hansı nələr üçün məqsəd. Hər halda yenə deyirəm, bunu istintaq daha yaxşı müəyyənləşdirəcək. Bir daha hər bir belə deyək ki, tamaşaçılarımız da bilsin ki, iqtisadi təhlükəsizlik dövlət üçün ən vacib tərəflərdən biridir. İlham müəllim, bayaq elə daha bir o dövlətin təhlükəsizliyi baxımından daha bir xəbər də verdik. Rusiya, Azərbaycan-Ermənistan münasibətlərində demək olar ki, sular durulmağa başlayır. Sülh müqaviləsindən bağlı tam razılaşma da əldə olunub demək mümkündür. Artıq elə bayaq xəbəri də verdik. Nikol Paşinyan, Azərbaycan dövlət başçısı görüşüblər Kopenhagendə və artıq oturub rahat şəkildə söhbət edə bilirlər. Belə bir məqamda bir xəbər də gəldi ki, KMTT-dən çıxır Ermənistan. Ermənistanın KMTT-dən çıxması Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinə hər hansı bir xələl gətirə bilərmi və ya qarşı tərəfdən, qonşu ölkədən hər hansı bir təzyiqmi, nə? Bax, bütün bunlar hər hansı bir problemə çevrilə bilərmi? Bəturə xanım, təəssüf ki, bəzən mediada belə deyək ki, bir istiqamətə kiçik bir nöqtəni şişirdib, bəzən elə xəttə çatdırırlar ki, yəni başlıqla məzmun bəzən uyğun gəlmir. Yəni ki, amma mən buna münasibət bildirmirəm, əsas siz deyən kimi, KMTT-dən Ermənistan çıxırmı? Yəni ki, dünənlər, sırağa günləri idi, yaxud dünən idi, hələ Kopenhagenə getməmişdən əvvəl hökumət saatı deyirlər parlamentdə. Ermənistanda hökumət saatında Paşinyan kifayət dərəcədə ciddi mesajlar verdi, sual-cavablara çox sərt cavablar verdi və orada toxundu KMT məsələsinə ki, biz məhz o KMT 22-ci ildə bizə yardım etməyəndə, bizə kömək etməyəndə biz artıq suverenliyimizi elə orada əldə elədik. Yəni ki, biz bildik ki, kimdənsə asılı deyilik, yəni başqa bir dövlətdən asılı deyilik, başqa dövlətlərdən asılı deyilik, özümüz həll eləməliyik, öz suverenliyimizi özümüz qorumalıyıq və biz bu istiqamətdə gedirik. O ki, qaldı siz deyən ki, bu məsələlər sülh proseslərinə mane ola bilərmi? Siz biləsiniz, bax, fikir vermişsinizsə, son aylardan başlayaraq Ermənistan rəhbərliyi, konkret olaraq Paşinyan Rusiya ilə maksimum çalışır ki, Rusiyanı qıcıqlandırıcı hərəkətlər etməsinlər. Yəni bilirlər ki, seçki ərəfəsindədirlər, parlament seçkiləridir. Parlament seçkiləri ərəfəsində hər hansı bir addım, konkret olaraq bir addım atmaq anti-Rusiya mövqeyində, özü də Rusiyanı istər, yəni hərbi baxımdan bilir ki, gümrük bazası var, iqtisadi cəhətdən kifayət dərəcədə Ermənistanın asılılığı var. Rusiyanın mövqeylərini açıq şəkildə getmək, anti-Paşinyan qüvvələrin, Rusiya yönümlü qüvvələrin fəallaşması, stimul alması deməkdir. Buna Ermənistan maksimum, Ermənistanın indiki rəhbərliyi, yəni Paşinyan iqtidarı maksimum çalışır ki, bu ərəfədə ona getməsinlər. Mən yenə deyirəm, Ermənistan mətbuatı da yazdı ki, Paşinyan növbəti dəfə KMT-nin üzərinə getdi.
ifadəsi belə idi. Yəni ki, üzərinə getdi. Yəni o ifadəni işlətməklə 2022-ci ildə biz azad. Yəni üzərinə getdi sözünü deməklə bu deməkdir ki, KMTT-dən çıxdı. De facto çıxıbdı. De jure çıxmayıbdı. Yəni ki, nə pul verir, nə yəni üzvlük haqqı deyirlər, nə onun tədbirlərində, təlimlərində iştirak etmir, heç birində görüşlərində olmur. De facto çıxıb, amma de jure çıxmayıb. O de jure bəlkə də parlament seçkilərindən sonra çıxdı. Yəni ki, özünü bir müəyyən dərəcədə təhlükəsizliyinə zəmanət alandan sonra digər qlobal güclər tərəfindən, tutaq ki, Amerika Birləşmiş Ştatları, Avropa Birliyi tərəfindən bunları alandan sonra ola bilsin ki, doğrudan da KMTT-dən çıxsın. Biz onsuz da bilirik ki, Bəturə xanım, tamaşaçılar da bizim KMTT hansısa bir kənar qüvvədən qorunmaq üçün deyil, elə Rusiyadan qorunmaq üçün, Rusiyada qorxduqları üçün Rusiyanın yanındadılar. Belə deyək ki, Qazaxstana, Qırğızstana, Tacikistana kim hücum eləyəsidir ki, tutaq ki, KMTT olaraq onu kimsə qorusun. Çinmi hücum eləyəcək, Əfqanistan mı hücum eləyəcək, yəni ki, Mərkəzi Asiya Respublikalarını deyirəm. Və yaxud da Ermənistana kim hücum eləyəsidir, Türkiyə mi hücum eləyəcək, ya bizim hücum, biz artıq deyirik ki, ərazi bütövlüyümüzü tanıyırıq, Türkiyə deyir ki, münasibətləri yaxşılaşdırılmalıdır. Əksinə, Rusiyanın bazası var orada. Belarusu mən adını çəkmirəm ona görə ki, Belarus ya Rusiya bir fərqi yoxdur, yəni ki, onlar bir ittifaqdadırlar, yəni bu mənada. Amma hamı bilir ki, bu KMTT Rusdan qorxduğu üçün Rusun yanındadır ki, Rusdan kənarda dayanmamakda, dayanmağa Rus imkan verməyəcəkdir. Əksinə onda təzyiq eləyəcəkdir. Başqa bir qurumun da üzvü deyirlər deyin, tutaq ki, NATO üzvü deyirlər deyin, onları qoruyan olmayacaqdır. Bax, bu mənada Ermənistanın bu saatları KMTT-dən çıxmaq məsələsi Rusiyanın qıcıqlandırıcı faktordur. Rusiya yönümlüləri qüvvələrin, orada başqa yönümlü qüvvə də yoxdur, Paşinyandan, anti-Paşinyanların qüvvələrin içərisində. Yəni ki, bunlar daha da fəallaşacaqlar. Yeni gəlmişkən bilirsiniz də, onlara çox böyük bir zərbə dəydi. O zərbə də çox qəribə də uzaqdan da olsa oradan dəydi, Moldovadan dəydi. Moldovada seçkilər, Rusiya yönümlülər uduzdu, özü də böyük hesabla uduzdular. Onlar fikirləşirdilər ki, Sandunun partiyası, o Fəaliyyət və Həmrəylik partiyası heç də koalisiya belə qura bilməyəcəkdir. Amma birbaşa qurdu. Bəli. Bu, biləsiniz ki, bir sıra ölkələrdə, hətta postsovet məkanındakı Rusiya yönümlü qüvvələrə ən əsas hissə Ermənistanda çox ciddi zərbə oldu. Artıq onlar qol qanatlar hazırlaşırlar belə bir işlər görməyə, fəallığa. Amma yeri gəlmişkən biz Ermənistanda bu fəallığı görəcəyik. Seçkilər ərəfəsində ilin sonundan başlayaraq, gələn ilin əvvəlindən anti-Paşinyan qüvvələri fəallaşacaq, Rusiya onları fəallaşdıracaqdır. Amma Paşinyan da maksimum çalışır ki, yəni Putinlə münasibətlərində xüsusi bir gərginlik yaratmasın. Hətta gördünüz də, New York'a getməmişdən əvvəl BMT Assamblyası Moskvadan getdi. Elə bu günlərdə də Moskvadan qayıdıb gəlmişdi. Yəni ki, o çalışır ki, maksimum bu ərəfədə o münasibətləri qorumuş olsun. Yəni biz özümüz bunların hamısını görürük. Təbii ki, bizim rəhbərlik də, ölkə rəhbərliyi də bu prosesləri izləyir və Paşinyana sona qədər inan varmı məsələsində deyir. Bizim üçün nəsə siz qeyd elədiniz də sülh müqaviləsi. Bəturə xanım, sülh müqaviləsinin imzalanması üçün artıq ortada elə bir ciddi maneə qalmayıb. Hətta dünənki çıxışında Paşinyan dedi ki, bu nə söz atışmasıdır ifadəsidir də. Yəni ki, söhbət addan gelir də. Zəngəzur dəhlizi, Tramp yolu və o dedi ki, Azərbaycan nə istəyir adlandırsın yolu. Biz də öz bildiyimizi adlandıracaq. Əsas odur ki, yol işləsin. Yəni ki, bizi o çox yaxşı bir ifadə istədi ki, bu söz mübahisəsidir. Başqa xüsusi olaraq bizə mane olası deyil. Yəni, mən hesab edirəm ki, bütün bunlar hamısı da Azərbaycan tərəfindən müəyyən dərəcədə nəzərə alınır ki, açığı deyək də, biz xüsusi olaraq Paşinyanı tərifləyəndə erməni mətbuatı o saat yazır ki, görürsünüz də türklər tərifləyir Paşinyanı. Biz tərifləmirik, çünki Paşinyan Ermənistan üçün, Paşinyan Ermənistanı sevir, bizi sevmir. Öz dövlətinin mənafeyini və reallığını, o real Ermənistan deyəndə o reallığını. Sadəcə olaraq əsrlər boyu orada gedən təbliğatı birdən-birə onların beyinlərindən çıxartmaq mümkündür. Və bütün oradakı proseslər də belə hakimiyyət uğrunda mübarizədir. O milli kimlik, gerb, filan zad məsələsi heç ondan deyil. Hakimiyyət uğrunda mübarizə bunlardan istifadə eləmək istəyirlər. Arxada çünki böyük bir qüvvə var, Rusiya. Ona görə. İlham müəllim, son olaraq onu soruşmaq istəyirəm.
müqavilə, sülh müqaviləsinin imzalanması müddəti nə vaxtda ola bilər və bunu dayanıqlı sülh kimi biz qəbul edə biləcəyikmi? Ermənistan istiqamətindən hər hansı indi bayaq onları dediniz, analiz elədiniz, amma istənilən halda biz hansı coğrafiyada yaşayırıq onu da bilirik. Nə dərəcədə bu dayanıqlı sülh olacaq? Bəturə xanım, cənab prezident yadımdadır, Amerikadan qaydanda, yəni 8 avqustdan qaydandan sonra çox yaxşı bir müsahibə verəndə orada bir ifadə işlətdi ki, bu iki nəfər arasında olan müqavilə deyil. Bu iki dövlət arasında olan müqavilədir. Yəni ki, sabahları Paşinyan getdi, belə deyək də, yerinə Koçaryan gəldi hətta, belə deyək də, ən qatı, belə düşünün. Burada təbii ki, bəzi pozuntular ola bilər, amma o Ermənistanın əleyhinə işləyəcək, Azərbaycanın əleyhinə işləməyəcək. Çünki dünyanın gözü qarşısında sən sülh müqaviləsi imzalayırsan, beynəlxalq hüquqla ərazi bütövlüyünü tanınır, bizim ərazi bütövlüyümüzü tanınırsınız, yol məsələsi də həll olunur və burada bunun əleyhinə getməkdə nə istəyirsiniz siz? Yəni ki, aranı qarışdırmaq, sülhü pozmaq Ermənistanın üzərinə düşür o zaman. Yəni söhbət bilirsiniz, Azərbaycanın üzərinə düşmür, amma Ermənistanın onda itirəcəkləri də çox daha. Bu 8 avqustda harda imzalanır? Cənab prezidentin dediyi kimi dünyanın ən böyük ölkəsində, ən böyük ofisində. Elə deyilmi? Bəli. Sabahları o ofis, hətta Trump hakimiyyətdən gedəndən sonra Ermənistana müsbətmi yanaşacaqdı onda? Orada nə qədər lobbilər olur olsun, onların xahişləri keçəcəkmi? Deyəcəklər, yox, siz bizim əleyhimizə olanlarsınız. Yəni ki, keçməyəcək. Ona görə də o siz dediyiniz kimi sülhün dayanıqlı olması mən hesab edirəm ki, dayanıqlı olacaqdır, mütləq olacaqdır. İstəməyənlər var, amma məcbur olacaqlar ona getməyə. Amma ən əsas odur ki, şəxsən mən istəyərdim ki, bu sülh müqaviləsi biz gözləməyək ki, parlament seçkiləri bitsin, Ermənistanda sonra referendum keçsin. Bəli, sonra. Siz özünüz də görürsünüz ki, artıq müəyyən dairələrdən, konkret olaraq Türkiyə Xarici İşlər Naziri, bizdən də, hətta Ermənistanın da ki, bu parlament seçkilərinə qədər də imzalana bilər. Və burada artıq perspektivə, mübahisə predmeti qalmayacaqdır. Ona görə ki, bu, yenə deyirəm, bu Abu Dhabi'də imzalanmayıbdır. Yəni ki, paraflanmayıbdır, belə deyək. Bu, Abu Dhabi'nin ona görə deyirəm ki, son cəhdlərdən biri idi də, yəni ki, yaxud da hansısa Kremldə olmayıbdır, Avropa Şurasında olmayıbdır, Charles Michel deyil, bu artıq Amerika Birləşmiş Ştatlarıdır. Yəni, onun da qlobal güc olduğu, bəli ki, onun yanında olur. Ona görə də hesab edirəm ki, nə qədər tez olsa bazı sülh müqaviləsinin imzalanması bir o qədər, belə deyək ki, bilsiz nə olacaqdır? Türkiyə ilə yollar açılır. Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılılığı azalır. Mən demirəm tamamından götürülür. Azalır və bütün bunlar hamısı proses nəyə gətirib çıxarır? Bölgədə sabitliyə. Sabitlik nə deməkdir? İqtisadi inkişaf deməkdir. Sülh deməkdir. Bütövlükdə Cənubi Qafqaz doğrudan da çiçəklənən, belə inkişaf edən bir yerə çevrilir. Və qlobal güclərin, regional güclərin bölgə uğrunda mübarizəsinə bir növ son verilir. Düzdür, heç vaxt aradan qalxmır. Xeyli səngiyir. İlham müəllim, İki dalaşan barışırsa, üçüncünün rolu xeyli aşağı düşür. Tamamilə doğrudur. Elə Türkiyə Ermənistan münasibətlərindən danışanda ötən günlərdə belə bir xəbər yayıldı ki, birbaşa demək Türkiyədən Ermənistana hava məkanı açılır. Açıldı. Türkiyə yerlərin gəldi, İrəvana gəldi və bu təbii ki, anti-Paşinyan qüvvələri bunu görürsünüz də Türkün artıq təyyarəsi İrəvandadır. Bəli, yəni bunun artıq elə sülhün bir nümunəsi də budur ki, ona görə ki, Türkiyə həmişə, Türkiyə rəsmiləri həmişə deyiblər ki, Ermənistan-Azərbaycan münasibətləri qaydaya düşməyincə biz heç bir əlaqələr qurmayacağıq. Bu baxımdan sülhün çox yaxında olduğunu demək mümkündür. Hakan Fidan, Türkiyə Xarici İşlər Naziri bunu 2026-cı ilin birinci kvartalı üçün fikirləşmişdi. Yəni ki, deyibdi daha doğrusu açıqlamasında. Bəli. Amma hətta bundan da tez ola bilər. Yəni ki, Ermənistanda da dedilər ki, hətta sentyabr ayında, indi sentyabr keçdi. Mümkündür ki, bu yəni ki, ilin sonuna qədər də burada imzalansın və bu çox böyük bir töhfə olmuş olar, yenə deyirəm, bölgədəki sülhə və anti-Paşinyan qüvvələri də artıq seçki ərəfəsində bu məsələlərdə artıq səngimiş olacaq. Bilirsiniz necə? Sülh müqaviləsi imzalanıbdır. Bəli, ortalıqda. Bilirsiniz, ortalıqda Ermənistanın əleyhinə olan bir şey yoxdur axı burada.
sülh müqaviləsi olubdur. Bəhanə olmayacaq da. İlham müəllim, elə regiondan söz düşmüşkən, bu günlərdə Donald Trump'ın bəli o çabaları, çalışmaları var münaqişələrin qaydasına salınması üçün. İndi nəticə verəni də var Azərbaycan-Ermənistan məsələsi. Bu istiqamətdə İsrail-Həmas münasibətlərində də müəyyən. Amma İsrailin bu günlərdə İranı vuracağı kimi belə xəbərlər də dolaşmaqdadır. Çox yaxın bizim coğrafiyamızda, çox yaxın qonşuluqda belə bir hadisənin baş verməsi hər halda bizim üçün də bir xoş olmayan bir məqam ola bilərdi. Bu nə qədər real görünür? Hətta tarixdə veriblər ki, ayın 6-sında İsrail İranı vuracaq. Belə bir altısına da bir o qədər böyük tarix qalmayıb. Biz bax bu danışdığımız gün var. Çox vacib gündür. Ona görə vacib gündür ki, müddət bitir. Trump'ın verdiyi müddət 72 saat bitir. Həmasa verib də. Siz bilirsiniz də yaxın şərqdəki vəziyyətdə 20 maddə Trump planı deyək də. Trump planı var. Çox vacib olan məsələlərdən biridir bu. Bilirsiniz niyə çox vacibdir? Amma hələ Həmas tərəfdən reaksiya yoxdur. İsrail bunu qəbul eləyibdir. Həmas tərəfi ona görə qəbul eləməkdir ki, İsrail yönlüdür. Amma Həmasın özündə də bir ikitirəlik yaranır. Yenə siyasi qanadla, hərbi qanad arasında ikitirəlik. Necə ki, zamanında Fələstin Mahmud Abbasla yaranıb aralarında Qəzza idarə edənlər Həmas arasında. İndi Həmasın özünün içində də yaranır. Ta ki, Xalid Məşal deyir ki, qəbul eləyək bu məsələni. Təsəvvür edin ki, bilirsiniz, o qədər anti-məntiq, hətta mən anormallıq deyərəm ki, 100 girov saxlayırsan əlində ki, vermirəm. Onun əvəzində 60 min adam ölür. Heç bir məntiqə sığmır. Mən bu 100 girov vermirəm, cəmaət də qırılır. Uşaq, qadın, mülki əhali qırılır. Nə dərəcədə məntiqlidir ki, sən o 100 adamı saxlayırsan orada və deyirsən ki, mən mübarizəmi davam etdirirəm. Əgər sən bu 72 saatda da normal cavab verməsən, baxmayaraq ki, ərəb ölkələrində təzyiq məsələsini deyirlər ki, artsın, eləsin ki, bu. Onda siz deyən suala gəlib çıxıram. Yenə Qəzzada İsrail o təmizləmə işlərini davam etdirəcəkdir. Nə qədər belə deyək ki, əleyhin olsa da bütün dünya bu məsələlərdə. O ki, qaldı konkret sualınıza, ayın 6-sında İranı vuracaq. Ayın 7-si bilirsiniz də, oktyabrın 7-si Putin ad günüdür. Oktyabrın 7-si bilirsiniz ki, 2 il dəqiq tamam olur. Yəni ki, Həmas 2023-ün oktyabrın 7-sində başlamışdı. Mən deyirdim ki, o vaxt ki, bu simvollara Putin o qədər belə deyək ki, fikir verəndi ki, heç Rusiya-Ukrayna müharibəsinin getdiyi bir dövrdə yaxın şərqdə də bir müharibə ocağının başlaması Putinə hədiyyə idi. Yəni ki, diqqət dünyanın yayılır. Xüsusilə Amerikanın diqqəti yayılır. Əsas yönəlir daha çox İsrailə, nəinki Ukraynaya da belə. Ona görə də bugünkü gün ona görə mən deyirəm vacibdir ki, əgər yaxın şərqdə müharibə dayansa, Rusiya-Ukrayna müharibəsinə çox ciddi təsir olacaq. Bütün dünya fokuslanacaq ancaq Rusiya-Ukraynaya. Təkcə Avropa deyil, Amerika Birləşmiş Ştatları deyil, hətta bütün dünya fokuslanacaq ki, bu müharibə dayandırsın. Çünki bütün dünyaya bu digər şəkildə təsir eləyir. Ən balaca ölkəsindən tutmuş Latin Amerikasının ən uzaq ölkəsinə də təsir eləyir. Onda diqqət yayılınca ona görə də bəlkə də Rusiya-Ukrayna müharibəsi də sonlana bilər. Yəni ən azı atəşkəs əldə oluna bilər. Çox ciddi prosesdir. Yəni ki, bax biz bu günlərdə siz dediyiniz kimi ayın 6-sında 3 gün qalıb, 3 sutka, 4 sutka qalıbdır. Yəni burada çox şeylər olublar. Bizə nə olacaq təsiri? Yəni qonşuluqda baş verək. Siz dediniz ki, yəni ki, bir dəfə oldu bu da, 12 gün çəkdi bu məsələlərdə və maksimum qarşı tərəf bizi qarşı tərəfdən də mən İranı nəzərdə tuturam. Günahlandırmağa çalışdılar ki, belədir və s. Öz işləri qalır bitər və bizdən yapışmaq istəyirlər. Yəni mən hesab eləyirəm ki, hər halda ərəb ölkələri nəhayət bu Həmasa müəyyən dərəcədə təsir edə biləcəklər ki, o girovları qaytar. Çünki 72 saat ərzində o girov qayıtması yenidən hücum başlayacaqdır və davam edəcəkdir. Bunu istəyən qüvvələr var. Kimdir o? İrandır, Rusiyadır. Elə o istədiyinə görə, Həması idarə elədiyinə görə, ona görə İran vurulacaqdır. Başqa bir İranı bəri başdan xəbərdar edirlər ki, Həmas onların təsirinin altındadır. Maliyyəsi də, hərbisi də və digərlərdir. Mən hesab eləyirəm ki, İranın xəbərdarlığı ayın 6-sı məsələsi bununla bağlıdır ki, Həmasdan əlini çəkin. Vəssalam. Ayın 6-sına o qədər də uzaq tarix qalmayıb. Hər halda Həmasdan əlini çəkəcəkmi? Ümumiyyətlə hadisələr hansı istiqamətdə iştirak edəcək, biz onu görəcəyik. Arzu eləyək ki, bütün danışıqlar sülhlə, masa arxasında bitsin. Bir daha təkrar eləyir. Bax, Bəturə xanım, 100 adam saxlayırsan,
əvəzində 60 min adam ölür. Bəli, o nə Sən o dərəcədə 100 adam vermirsən, əvəzində 60 min adam qırılır. Bəli. Necə ola bilər? Buna hansı məntiqə sığışır? həm də millətdən, dövlətdən, hüquqlardan danışırsan və 60 min insanın ölümünə adi bir qarışqanı yarada bilməyən bir insan 60 min insanın ölümünə əgər rahat şəkildə göz yumursa, rahat şəkildə onu tamaşa edirsə, o artıq insanlıq deyil, o Həm də Həmasın belə deyək ki, inkarı İsrailin əl qolunu biraz açacaqdır. Yəni ki, deyəcək ki, bax görürsünüz, mən sülh təklif elədim, eləmədilər. Və çox təəssüf ki, hədəf yenə də mülki hal olacaq. Bəli, çox təəssüf ki, insanlığın öldüyü andı. Yəni bütün siyasəti, bütün sərvəti, bütün dövləti, bütün şöhrəti hamısı insan üçündür, insanlıq üçündür. Amma insanın məhv olması üçün yox, insanın yaşaması üçündür bütün bunlar. Belə çox sağ olun İlham müəllim. Xeyli sizdən bir müddət müsahibələrimiz olmadı. Xeyli çoxlu belə danışmaq istəyirik. Əslində Allah qoysa görüşərik. Söhbətlərimiz tək yaxşı istiqa, yaxşı söhbətlər eləyək. Tək sülhdən, sabitlikdən, bəli, ətrafımıza hara baxırıqsa tək bir inkişaf görək, bir rifah halının yaxşılaşmasını görək, insanın üzünün güldüyünü görək, nəinki ağlamağını. Bəzən o kadrlarda hamımız izləyirik, körpə uşaqların ağlamağını. Çox dəhşətlidir. Çox dəhşətlidir. Bütün bax o ağrılar, o acılar, o göz yaşları hamısı o siyasət oynayanların ayağına yazılır. O siyasət oyunbazlarının ayağına yazılır və onun günahını, onun bədəlini də onlar ödəyəcəklər sözsüz ki. Ona görə də bütün bu dünyanın ən gərgin vaxtında biz yenə də dua edirik ki, Allah Azərbaycanı qorusun, Azərbaycan dövlətini qorusun, Azərbaycanlıları qorusun. Amin. Allah dövlətimiz var olsun, dövlətimiz var olduqca biz də varıq. Təşəkkür edirəm İlham. Sağ olun. Belə siz də sağ olun, hörmətli tamaşaçılar. Bizi izləməkdə davam edin və təkcə izləməyin, həm də kanalımıza abunə olun, videolarımızı bəyənin, paylaşın. Paylaşın ki, daha çox vətəndaşlarımız burada apardığımız müzakirələrdən xəbərdar olsunlar. Yenə də xatırladıram ki, aparıcınız mən idim. Bəturə Nəbiyeva, qonağımızsa təhlükəsizlik eksperti İlham İsmail idi. Sağ olun, salamat qalın. Son olaraq Azərbaycana təşəkkür borcumuzu da unutmuruq. Təşəkkürlər Azərbaycan. Yaşadığın və yaşatdığın üçün təşəkkürlər.